Bir növ artıq adətə elə bir çevrilib. Təzədə hara getsəm, hara köçsəm, bu mahnını ya zümzümə eləyəcəm, ya da ifa eləyəcəm. Yəni vacib deyil ki, harasa köçüm. İçimdən keçəni həqiqətən eləyə biləndə və başa düşəndə ki, sadəcə olaraq içindəki həqiqəti hiss edib ona uyğun yaşamaq, elə öz vicdanına sadiq qalmaq kimidir və bunun qədər dəyərlidir. Bunu düşünəndə həmişə qəribə oluram və niyəsə bu mənim üçün bu filmlə, oradakı ötürülən mesajla çox bağlıdır. Ona görə bu musiqi hardasa deyərdim, o hisslərimi yansıdır. Hər şey mümkündür, yəni. Nəyisə əldə eləmək üçün nədənsə vazgeçmək, qurban verməyə ehtiyac yoxdur. Əslində ən gözəl yolla da istədiklərimizə nail ola bilərik deyə düşünürəm və bu mesaj bu filmdə olduğunu da düşünürəm. Səhvsiz insan yoxdur. Amma düşünürəm ən böyük səhvimiz içimizdəki həqiqətdən və özümüzə sadiq qalmaqdan vazgeçməkdir. Özümüzü sevək, özümüzə sadiq qalaq.